İlin 11 ayında Azərbaycandan məhsul ixracının dəyəri 23,401 milyard dollar təşkil edib. İxracda özəl sektor üstünlük göstərərək 53,98% paya, dövlət sektoru isə 45,46% paya sahib olub. Eyni dövrdə ölkəyə məhsul idxalının həcmi 21,188 milyard dollar olub. İdxalda da özəl sektor fərqlənərək 58,39% pay, dövlət sektoru 32,4%, fiziki şəxslər isə 9,2% pay əldə edib. Qeyd eləyək ki, yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard dollar dəyərində ticarət əməliyyatı həyata keçirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,4% çoxdur. Nəticədə xarici ticarətdə 2 milyard 213 milyon dollar müsbət saldo yaranıb.